Düşmənlərlə mübarizə ucsuz-bucaqsız dağların ətəyində illərin sirlərinin, əcdadların xatirələrini və torpağın ölməz hikmətini özündə cəmləşdirən Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, hündür çınqıllı ağacların sükut dolu kölgəsi və axan çayın nəbzi hər küncündə keçmişin acı şirin dastanlarının nəsillərin öyrətdiyi dərin hikmətləri fısıldayırdı. Kənd sakinləri üçün ev yalnız bir tikiliyə, yalnız daş və kərpicdən ibarət binalara aid değildi. O, ailənin, əcdadların ruhunun və ənənələrin sarsılmaz dəyərlərinin təcəssümü idi. Lakin bu səmimi və dərin dəyərlərlə dolu dünyada hər kəsin ürəyində gizli bir sınaq, bir qarşıdurma vardı. Hər kəs öz həyatından, bəzən ancaq öz içindən, bəzən də qaranlıq gecələrin sükutundan baş verən ədalətsizliklərə və zülmə qarşı böyük bir narahatlıqla, sarsılmaz inamın axtarışında idi. Bu çətin dövrlərdə kəndin ən səmimi və dürüst insanlarından biri olan Rəşid, öz həyatında baş verən ədalətsizliyə və zülmə qarşı duran böyük bir düşmənlə mübarizə aparmağa qərar verdi. Rəşidin həyatı uşaqlığından bəri kəndin dar küçələrindən, tarlalarda və axan çayın kənarında əməklə, zəhmətlə, ailəsinin sevgisi və əcdadlarının öyrətdiyi dəyərlərlə formalaşmışdı. Onun anası Fatimə xanım hər axşam otağın bir küncündə oturub, keçmişin dastanlarının, ədalətin, mərhəmətin və sarsılmaz ümidin nə demək olduğunu eşidər, qəlbində dərin bir inam bəxş edərdi. Atası isə Hacı Məcid bəy torpaqla, zəhmətlə və sarsılmaz əqidələrlə böyüdüyü üçün ona həyatın sərt reallıqlarını və eyni zamanda insanın qəlbində yanan sarsılmaz gücü öyrətmişdi. Lakin kənddə Rəşidin ürəyində böyük bir yara var idi. O yara, kəndin ən zəngin və ədalətsiz adamlarından biri olan Məcidov bəyin zalim siyasətindən və ədalətsiz təzyiqlərindən yaranmışdı. Məcidov bəy, kəndin ən böyük torpaq sahibi idi və öz sərvətini insanlara əziyyət edərək, onların zəhmətini və ümidlərini boğurdu. O, hər gün kənd meydanında toplanan zəhmətkeş insanlardan ağır vergilər tələb edir, onların torpağından məhsul almağa məcbur edərək, insanlara əsl həyatın dəyərini unutturdurdu. Rəşid bu ədalətsizliyə və zülmə qarşı qəlbində doğan sarsılmaz inamı, sevgini və mərhəməti qorumağa and içdi. Bir payız axşamın qara buludların səmaya çöktüyü, küləyin sərt əsdiyi o gecədə kənd meydanında böyük bir yığıncaq təşkil olundu. Kənd sakinləri itirilmiş sevincləri, acı dərsləri və gələcəyin qeyri-müəyyənliyini danışaraq ədalətin bərpası üçün səs yüksəltdilər. Məcidov bəyin sərt siyasətinə qarşı olan bu etiraz, kəndin hər küncündə, dar daş yollarında və axan çayın sırıltısında öz əksini tapırdı. Rəşid bu yığıncaqda sarsılmaz inam və ümidlə qalib gəlmək arzusu ilə çıxış etdi. Əziz övladlarım, həyatın hər bir anı bizə dərs verir. Biz bu torpağın övladları olaraq yalnız bolluqla deyil, acı ilə, kədər ilə də böyüyürük. Məcidov bəyin ədalətsizliyinə qarşı mübarizəmiz yalnız maddi varlıqlarımızın yox, qəlbimizdə yanan sarsılmaz inam və sevginin gücündən ibarətdir. Hər itki, hər acı, hər məğlubiyyət bizə göstərir ki, əsl güc insanın qəlbində, ailəsində və ənənələrində yaşar. Biz bu ədalətsizliyə qarşı duranlar, düşmənlərimizlə mübarizə apararkən içimizdəki sarsılmaz ümid və sevgi ilə gələcəyin parlaq səhərlərini quracağıq. Rəşidin bu sözləri kəndin hər küncündə, hər evin divarında, hər birinin qəlbində dərin izlər buraxdı. O, yalnız öz həyatında deyil, bütün kəndin həyatında ədalətin və sevginin, mərhəmətin sarsılmaz gücünün simvolu oldu. İnsanlar Məcidov bəyin zalim təzyiqlərinə qarşı Rəşidin rəhbərliyi altında bir araya gəlib, ədalət uğrunda mübarizə aparmağa başladılar. Hər kəs öz zəhməti, sevgisi və sarsılmaz inamı ilə bu ədalətsizliyə qarşı durmağa, gələcəyin parlaq, ədalətli bir dünya qurmağa çalışırdı. Rəşidin mübarizəsi yalnız fiziki mübarizə deyildi, o, insanın qəlbində, ruhunda, ən dərin duyğularda baş verən bir sınaq idi. Hər dəfə torpaq üzərində ağır addımlarla işləyərkən, hər damla terin üzərindən insanın qəlbindəki sarsılmaz inam, sevgi və mərhəmətin dərin izləri vardı. Rəşid anladı ki, düşmən, Məcidov bəy, yalnız bir şəxs deyil, o, ədalətsizliyin, zalimliyin və insan qəlbində yaranan boşluğun simvoludur. Biz öz içimizdəki sarsılmaz inam və sevgi ilə hər çətinliyi aşdıqca əsl gücü tapırıq, əsl qəhrəmanlıq isə öz içimizdəki zəifliklərə, itkilərə və acılara qarşı duran, sarsılmaz ümid və sevgi ilə baş verən bir dönüşdür. Kəndin gəncləri Rəşidin rəhbərliyi altında Məcidov bəyin ədalətsizliyinə qarşı sarsılmaz bir mübarizə apardılar. Onlar torpaqla, su ilə, zəhmət və inamla ölçülən əsl gücü öz içlərində taparaq, kəndin hər küncündə, dar daş yollarında və axan çayın sırıltısında ədalətin, sevginin və sarsılmaz ümidin təcəssümünü yaşadılar. Bu mübarizə yalnız maddi zənginlik üçün deyil, insanın qəlbində yanan sarsılmaz inam və sevgi üçün idi.
Hər kəs keçmişin acı dərslərini və Məcidov bəyin zalimliyinin öz içində yanan o sarsılmaz gücə çevirərək gələcəyin parlaq səhərlərini qurmağa çalışırdı. Bir axşam kəndin mərkəzində toplanan məclisdə Rəşid ağır, lakin səmimi səsi ilə belə danışdı. Əziz övladlarım, bugün biz yalnız maddi itkiləri deyil, həm də qəlbimizdə yaranan sarsılmaz gücü, sevgi və inamı bir araya gətiririk. Hər itki, hər acı, hər məğlubiyyət bizə əsl gücümüzün, sevgi, mərhəmət və ədalətin nə demək olduğunu öyrədir. Biz bu ədalətsizliyə qarşı duranlar yalnız öz zəhmətimizlə deyil, qəlbimizdə yanan sarsılmaz inam və sevgi ilə də bu zalimliyin öhdəsindən gələcəyik. Bu sözlər məclisdə toplanan hər kəsin qəlbində dərin rezonans yaratdı. Kəndin gəncləri Rəşidin bu səmimi çıxışından ilham alaraq öz içlərindəki sarsılmaz gücü, sevgi və mərhəməti daha da gücləndirdilər. Onlar anladılar ki, əsl düşmən maddi zənginlikdən və gücdən çox insanın qəlbində yaranan ədalətsizlik, zalimlik və boşluqdur və bu düşmənlə mübarizə aparmaq üçün ən böyük silah içimizdə yanan sarsılmaz inam, sevgi və mərhəmətdir. İllər keçdikcə Məcidov bəyin ədalətsiz siyasəti kəndin sarsılmaz gücü və birliyinin qarşısında zəifləməyə başladı. İnsanlar Rəşidin rəhbərliyi altında torpağın, suyun, zəhmətin və qəlbdəki sarsılmaz inamın bir araya gəldiyi əsl gücü tapdılar. Hər səhər dağlardan süzülən günəş şüaları, axan çayın şırıltısı və meşələrin hüzur dolu kölgəsi, kəndin hər küncündə, hər evin divarından insanlara gələcəyin parlaq, ədalətli və sarsılmaz ümidini bəxş edirdi. Bu mübarizə yalnız bir ədalətsizliyə qarşı mübarizə deyildi, o, insanın öz içindəki zəifliklərlə, acılarla və itkilərlə necə baş etdiyinin, onlardan necə güc tapdığını və ən əsası, sevgi, mərhəmət və sarsılmaz inamla necə yenidən doğulduğunu göstərən böyük bir dərs idi. Rəşid və kəndin gəncləri bu mübarizədən sonra anladılar ki, hər məğlubiyyət, hər acı, hər kədər, nə qədər dərin olsa da, insanın qəlbində yeni bir ümid, yeni bir güc və əsl sevgi işığını doğurur. Beləliklə, məğlubiyyətin izləri əvəyə qarşı duranların səsi kimi dastanların yanında düşmənin qığılcımı adını verdiyimiz bu hekayə insanın öz içindəki sarsılmaz gücün, sevginin, mərhəmətin və sarsılmaz inamın nə demək olduğunu ortaya qoyan Tolstoyun geniş ürəklə yazdığı kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar-daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatın hər anını, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi. Kənd sakinləri Rəşidin rəhbərliyi və gənclərin sarsılmaz mübarizəsi ilə gələcəyin parlaq, ədalətli və sarsılmaz bir dünya olacağına inandı və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, düşmənin qığılcımı adını verdiyimiz bu dastan yalnız maddi zənginlik və güc üçün deyil, insanın qəlbindən, ailəsində və ənənələrində yaşayan, keçmişin acı dərslərindən doğan, gələcəyin ümid dolu işığını yaradan sarsılmaz sevgi, mərhəmət və inamın təcəssümü kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar-daş yollarında əbədi olaraq yaşayırdı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər çətinliyinə, nə qədər qaranlıq, nə qədər ağır olsa da, sarsılmaz inam, sevgi və mərhəmətlə qarşılamağı öyrəndi və bu dərin dərsləri öz ömürlərinə tətbiq edərək, gələcəyin parlaq səhərlərini qura bildi.